Antinatalizm ideologiyası ilə, fəlsəfəsi ilə daha doğrusu ilk tanışlığım True Detective serialında olmuşdu. Bu serialda Rast adlı obraz, iki polis olur, onlar cinayətləri araşdırırlar. O polislərdən birisi ilk bölümdə antinatalist fikirlər səsləndirmişdi. Serial ümumilikdə iki polisin cinayət araşdırmasından bəhs eləsə də, daha çox fəlsəfi dialoqlar, düşündürücü qaranlıq atmosfer və düşündürücü dialoqlarla yadda qalıb ki, mənim ən sevdiyim serialdır. Və orada Rast adlı obrazın ilk dəfə antinatalist fikrini eşitmişdim. Çünki o bizim doğuşumuzu, yəni insanlığın ümumilikdə doğuşunu, artmasını, nəslin davam etməsini qüsurlu hesab edirdi. Yəni deyirdi ki, biz insanlıq olaraq qərar verməliyik, ortaq məxrəcə gəlməliyik və çoxalmanı, nəsli davam etdirməni dayandırmalıyıq. Bu bizim topluluq olaraq verə biləcəyimiz ən doğru qərardır. Və o zamana qədər antinatalizm fikri ilə tanış deyildim. Yəni child free bilirdim ki, şərtli deyirlər ki, məsəl üçün ekologiya ilə bağlayırlar ki, hava çirkliliyi var, nüfus sayı çoxdur. Bu dünyaya uşaq gətirmək olmaz və yaxud da ki, dünya pisdir, insanlar pisdir. Bunların bənzərlikləri var, şərti, yumşaq antinatalizmlə bənzərlikləri var. Amma mənim deməli, daha sonra antinatalizmi araşdıranda əsasən 2006-cı ildə yazılmış bir kitab, David Benatar'ın yazdığı bir kitab tapmışdım. Var olmamaq hər zaman daha yaxşıdır adlı, təxminən belə tərcümə olunur Azərbaycan dilində. Deməli, bu kitabı qeyd eləmişdim və nəhayət ki, oxuyub bitirdim. Birincisi onu deyim ki, 1996-cı ildə ilk yazılan şərti hansı ki, yumşaq dediyim antinatalizm haqqında kitab var. Bu Julio Cabrera'nın kitabıdır. Burada daha əslində yumşaq versiyasıdır deyərdim, şərti antinatalizm adlanır bu. Burada Cabrera deyir ki, hər bir şəkildə insan dünyaya gətirmək qəbul edilməzdir. Onsuz da yəni burada da bir bənzər radikallıq var. Amma deyir ki, müəyyən istisnalar ola bilər ki, o zaman uşaq dünyaya gətirmək olar ki, bu istisnalar da çox utopikdir. Yəni onsuz da bu istisnaları da sayanda görürük ki, yenə gəlir radikal bir fikrə çəkir. Məsələn, deyir ki, uşaq dünyaya gətirmək o zaman ola bilər ki, valideynləri tamamilə yeni bir uşağın dünyaya gətirilməsini, məsuliyyətini dərk eləsinlər. Və yaxud da dünya sülh içində olsun, yəni müharibələr olmasın və yaxud da ki, ekoloji təmizlik olsun. Yəni bu kimi məsələn müharibələrin olmaması, sülhün olması, bütün dünyada sülhün olması fikri belə utopik olduğu üçün, olsa nəticə olaraq da, yəni gəlib bir çıxmaza girirsən. Bu saydıqları fikirlər onsuz da yəni bir utopik fikirlərdir. Amma belə deyim, bir şərti mən Cabrera'nın fəlsəfəsini, antinatalizm ideologiyasını hardasa child free-yə bənzədirəm. Child free də bilirsiniz, uşaqlıq uşağa qarşıdır, yəni uşaq dünyaya gətirməyə qarşıdır. Amma bunlar daha çox tutalım səsləndirdiyi fikirlər, belə bir dünyaya uşaq gətirmək istəmərəm. Dünya pis bir yerdir, müharibələr var, hava kirliliyi var. Və yaxud da ki, məsələn, ekoloji səbəbləri var, mənəvi tərəfdən insanların pis olduğu üçün deyir, dünyanın ümumilikdə pis yeri olduğu üçün sayır və yaxud da ki, heç bunlar olmasa belə özü, məsəl üçün, deyir ki, mənim bir uşaq dünyaya gətirməyə hazır deyiləm, mental olaraq, yəni olğunlaşmamışam. O məsuliyyəti ala bilmərəm və yaxud da deyir ki, okey, məsuliyyətim var, amma imkanım yoxdur, maddi imkanım əl vermir ki, bir uşağı dünyaya gətirim, onun maddi tərəfini ödəyim. Və yaxud da ki, tamamilə deyir ki, mən heç bu məsuliyyəti, maddi tərəfim də var, tutalım, mənəvi tərəfdən də o uşağa nələrsə qata bilərəm, amma həyatımı yaşamaq istəyirəm. Yəni, öz şəxsi səbəbləri var. Yəni, child free ilə yumşaq dediyim antinatalizmin ümumilikdə də fərqi budur ki, bir ideologiyadır, bir fəlsəfədir daha doğrusu. Digəri isə şəxsi seçimdir. Yəni, biri deyir ki, mən istəmirəm, sadəcə özümə cavab deyəm. Antinatalizmdə isə ümumilikdə, yəni deyir ki, uşaq dünyaya gətirmək tamamilə bir əxlaq məsələsidir, etik bir məsələdir. Mənim oxuduğum, deməli, David Benatar'ın
kitabında isə Heç doğulmamaq daha yaxşıdır kitabı. Birinci əslində girişdə bir yəhudi məsələ ilə giriş eləyirdi ki, həyatın əzab verici olduğunu əsaslandırırdı və yaxud da ki, Sofokldan orada yazmış, Sofokldan bir hissə verilmişdi ki, heç dünyaya gəlməmək daha yaxşıdır. Amma əgər dünyaya gəlmisənsə, artıq işığı görmüsənsə, edilə biləcək ən yaxşı şey qurtulmaqdır, bundan qurtulmaqdır. Bir növ intiharı, belə deyim, mən algıladım orada. Amma Benatarın bu fikrində də bu intihar məsələsinə 7-ci fəsildə toxunmuşdu. 6-cı və ya 7-ci fəsildə idi. Ümumiyyətlə, David Benatar intiharı da dəstəkləmir. Ondan da danışacağam. Və ümumilikdə mövzuya 7 fəsildən ibarətdir, giriş eləyir. Birincisi, fikrini əsaslandırmaya çalışır ki, çünki həyata, dünyaya gəlmək ona görə qarşıdır ki, antinatalizm, dünya əzab verici bir yerdədir. Yəni, biz həyata gəliriksə, əzabdan qaçış yoxdur, qurtuluş yoxdur. Hər bir halda əzabdan qarşılaşacağıq. İlk başlarda bunu əsaslandırır birinci fəsildə ki, həyat nəyə görə ağrılıdır, əzab doludur. Bizim, məsəl üçün, bizim müəllimimiz var idi, Benjamin Buttonu oxuyanda bu ağlıma gəlmişdi həmişə. Deyirdi ki, biz qocaldıqca, yaşlandıqca uşaqlığımıza təkrar yeni dönürük. Yəni, uşaq iməkləyir, qocaldıqca belin bükülür. Demək olar ki, yəni, doğru düzgün yeriyə bilmirsən. Uşağın dişləri olmur, təzədən qocaldıqca da dişlərin tökülür. Yaddaşı olmur, qocalanda bildiklərini olsa yaddaş itir. Düzgün danışa bilmirsən, uşağı necə yedizdirirsən, yaşlı adamı da elə yedizdirirsən. Yəni, burada da ona toxunur ki, gənclik keçicidir. Yəni, qaçılmaz olaraq gənc ölmək də onsuz da özü də bir əzab verici bir prosesdir. Amma qaçınılmazdır, yəni insan qocalır, o gənclik bitir, bizi ölüm qorxusu alır. Məsələn, hər bir insanda bu ölüm qorxusu var. Biz mövcuduqsa, deməli, nə vaxtsa öləcəyik və yaxud da ki, gələcək qayğısı var. İnsan həyatı boyu gələcəyini düşünərək daha çox işdə, oxu və bu əzabdan ümumilikdə mübarizə var ki, necə qurtula bilərək. Bir növ, məsəl üçün, Budizm fəlsəfəsinə oxşuyur ki, antinatalizm əslində doğuşu da deyərdim ki, bənzərdir sofistlərlə və Budizm fəlsəfəsi ilə. Bənzərlikləri nədir ümumilikdə? Doğuma qarşı deyil, amma dünyanı təsvir eləyəndə dünyanı əzab verici olaraq algılayır Budizm fəlsəfəsi və 4 böyük səadətə çatmaq üçün, yəni bu meditasiyalarla, ideologiyalarla sən bu maddi qayğılardan, dünyəvi qayğılardan, hansı ki insana əzab verir, ondan qurtulmağa çabalayır. Budizm fəlsəfəsi budur. Yəni, ümumilikdə bir varoluşu, dünyanı əzab verici olaraq algılayır və sən də bu əzabdan qurtulmalısan. Ki, sofistlərin də belə dünyanı əzab verici olaraq algılayırdı. Amma məsələn, digər dinlərə baxanda, ümumilikdə dinlərə baxanda, Budizm bir din deyil. Çünki Budizmdə bir peyğəmbər və yaxud da ki, bir tanrı yoxdur. Fəlsəfə var. Amma dinlərdə İslam da daxil olmaqla həyat Tanrının bəxş elədiyi, Allahın daha doğrusu bəxş elədiyi bir hədiyyə olaraq anlaşılır və məsələn, Məhəmməd Peyğəmbərin də dediyi bir fikir var idi ki, mən qiyamət günü ən çox uşaq doğan insanlarla, yəni mənim tərəfdarlarımla fəxr eləyəcəm. Və yaxud da ki, məsələn, Şura 50-də idi, səhv etmirəmsə, orada da deyilirdi ki, uşaq dünyaya gətirmək və yaxud da ki, qısır olmaq sadəcə Allahın əlindədir. Yəni, bir Allah istəsə insana dünyaya uşaq verər və yaxud da ki, onu qısır eləyər. Ümumilikdə isə həyat Tanrının bir hədiyyəsidir, lütfüdür. Sən tamamilə, yəni xristianlıq da, digər dinlər də əslində belədir və bu səbəbdən də antinatalizmlə tamamilə ziddiyyət təşkil edir. Çünki bu dinlərdə, mormonlarda da var idi, məsəl üçün, yeni xristianlıq, o da başqa bir ideologiyadır. Amma ümumilikdə dindar, sırf İslama aid deyil. Çünki şərq topluluqlarında həmişə 5-10 uşaqları olur yanlarında, hətta zarafatda var Suriyəlilərlə bağlı. Amma sadəcə İslama aid bir şey deyil, yəni xristianlıqda da var ki, nə qədər çox uşaq dünyaya gətirsəz, o qədər dini yaymaq kimi olur. Yəni, müsəlmanlar çoxalmış olur. Çoxluq da güc olduğu üçün və yaxud da ki, xristianlar. Dinlərdə yəni tamamilə bunun əksidir. Amma antinatalizmdə
kitaba keçid eləsəm nəhayət ki. Deməli, birinci fəsildə biraz mənə də o hissəsi sıxıcı gəlirdi tam. Elə o hissədə də gördüm, yazıb ki, bu hissələr sizə sıxıcı gəlsə, əsas məsləhət bildiyi 2-ci, 3-cü, 4-cü fəsillərdir. Sonluqda əslində bu ümumi yazdığı fəsillərin toparlayır və intihar mövzusuna toxunur son 7-ci fəsildə. Və deməli, birinci giriş eləyir ki, nəyə görə həyat əzab vericidir. Çünki əsaslandırır ki, bir çox deyir, insanlar deyirlər ki, həyat gözəldir, bizim çəkdiyimiz əzablar da gözəldir. Mən bu hissəsini oxuyanda Voltaire'in hansı ki, onda videosunu çəkmişdim, Kandid əsərini xatırladım. O kitabda deməli, kör pozitivizmə tənqid olaraq hansı ki, yazmışdı Voltaire bu kitabı. Və orada Kandidlə müəllimi saraydan qovulduqdan sonra həyata atılırlar və səyahətləri boyunca onlar həm özləri şəxsi həyatlarında faciələrlə rastlaşırlar, onları uğurlayırlar, onlar ölüm qorxusu, intihar, Kandidin müəllimini asmaq hissəsi var idi, edam hissəsi var idi, sonradan qurtulurdu. Həm də digər insanların fəlakətlərinə rastlaşırlar. Məsələn, orada bir kraliça var idi, prenses var idi, hansı ki, o daha sonra 12 yaşından əsir alınırlar, onlara, o qıza dəfələrlə təcavüz edilir, amma o artıq yaşlı qadındır. Bunların hamısında bir hikmət olduğunu deyir ki, Kandidlə müəlliminin də arasında fərq bu idi ki, biri deyirdi, bu həyat əsla gözəl deyil. Yəni, təbii fəlakətləri göstərirdi, ölümləri göstərdi, sevdiyimiz insanları itirməsi, özümüzün şəxsən ölüm qorxumuzu, bunları göstərirdi. Amma müəlliminin də fərqi nə idi? Deyirdi ki, bir növ Leipzig'in tənqidi idi orada o müəllim. Deyirdi ki, bütün bunlar başımıza gəlib, amma yenə də həyat gözəldir. Yəni, bunların başımıza gəlməsini belə deyim, dindarlarda da bu var. Bir hikmət var, həyat başına bir faciə gəlir, amma burada bir Tanrı sənə bir mesaj verir, bir hikmət var. Yəni, burada da bu kitabın da ilk girişində deyir ki, insanlar bunu belə algılayırlar və deyirlər ki, baxmayaraq, bütün ağrı acılara baxmayaraq, həyat gözəldir ümumilikdə. Bizim yaşadığımız şeylər ağrısı ilə də gözəldir və deyir ki, bu bir illüziyadır. Beynimizin bizə oynadığı illüziyadır ki, beyin haqqında bir kitab oxumuşdum. Tibbi terminlərlə deyildi, sadə insanların anlaya biləcəyi kitab idi, amma müəllif yadımdan çıxır. Məsələn, orada da deyirdi ki, beynimiz bizi həyatda qalmaq üçün hər cür illüziya yaradır. Məsələn, mənim özümü şəxsən müşahidə elədiyim ölüm anında insan gülümsüyür, ölmüş valideynlərini xatırlayır, onların onu, məsələn, öldüyü valideynin onu çağırdığını, səslədiyini deyir, cavab verir, gəlirəm deyir və s. Və insanlar bunu necə algılayırlar? Deyirlər ki, ruh göründü gözünə, ruh deyilən bir şey var, ölüm anında göründü, amma bu sadəcə ölüm ağrısını azaltmaq üçün beynimizin bizə o ölümü hazırlama şəklidir. Yəni, bir növ illüziya yaradır ki, biz o an ölümdən qorxmayaq və rahat ölək. Ölümü asanlaşdırmaq üçündür. Bunu tam xatırlamıram, yəni, amma uşaq vaxtı belə bir şey deyilmişdi ki, çünki İslam dinində də yaradan Allahdır, canı alan da Allah olmasına baxmayaraq, burada birbaşa özü müdaxilə eləmir, Əzraili göndərir, çünki özü öldürsə bu səfər həm də qatil olmuş olacaq. Bu səbəbdən, yəni, bu da çox mənə İslamla bağlı gülməli gələn versiyalardan biridir. Yəni, yaradandır, təkdir, yaratdı, amma ölüm anında can almaq negativ bir şeydir. Onu özü əlini elə bir ki, qana bulanmır, cinayəti özü eləmir, Əzraili göndərir və belə bir mifologiyada eşitmişdim ki, Əzrail ölüm anında alma uzadır, almanı, yəni, rahat şəkildə insanın canını alır. Belə bir mifologiyada var idi. Yəni, burada ilk hissədə deyir ki, əsaslandırır ki, siz özünüzü aldadırsınız. Həyat gözəl deyil, sadəcə olaraq həyatda qalmaq üçün, başqa bir variant tapmadığımız üçün illüziya oynayır beynimiz bizə ki, bu təkamülümüzdə də var. Həyatda qal və çoxal illüziyası, daha doğrusu təkamülümüzdə olan instinktiv davranışlar və daha sonraki dediyi 2-ci, 3-cü, 4-cü fəsillər çox önəmli idi. Burada daha sonra doğulmağın nəyə görə pis olduğunu əsaslandırır fikrin 2-ci fəsildə, bundan bəhs eləyir. Ən deyərdim ki, önəmli fəsli ki, özü də bəhs eləyirdi, 4-cü fəsildir. Bu fəsildə əzab və həzzin asimetriyasından bəhs eləyir. Fikir qısa olaraq demək, kitabın əsas özəti bu idi ki,
fəsildədir ki, burada deyir ki, biz var olsaq necəyik, mövcud olmasaq nə, var oluruqsa həyatdan zövq alırıq. Amma eyni zamanda da əzab çəkirik ki, bu əzab qaçınılmazdır. Neynəsən də qaçınılmazdır. Tutalım, sevdiyimiz bir insanın ölümünə ki, mütləq ki, valideynlərimizin məsələn şahid oluruq. Biz doğulanda yanımızda olan insanın ölümünə şahid oluruq. Bu çox ağır bir itkidir. Və yaxud da ki, xəstəliklər var, maddi sıxıntılar var. Yəni nə qədər eləsən, utopiya fikirdir ki, bu əzab qaçınılmazdır. Səhər başımıza nə gələcəyinin qarantiyası yoxdur. Məsəl üçün yumşaq antinatalistlər hansı ki deyirlər dünya sülh içində olsun, amma bu səfər getdin, qəza keçirdin, tutalım, fiziki qabiliyyətini itirdin. Bunun heç bir sığortası yoxdur. Yəni hər bir halda deyir ki, həyat əzablıdır. Amma yox olursansa bu əzabdan qurtulursan. Amma eyni zamanda həyatda həzz verən şeylər də var. Amma deyir ki, biz mövcud olmasaq, yəni heç doğulmasaq, bu həzlərdən məhrum olacağıq. Biz mövcud olmadığımız üçün o həzlərdən məhrum qalmamızın bir itkisi yoxdur bizə görə. Yəni mən yoxamsa, orada həzz yoxdur, əyləncə yoxdur, zövq yoxdur həyatdan, o mənə bir şey itirtmir. Amma varamsa və əziyyət çəkirəmsə, bu etik bir məsələsidir. Ümumilikdə məsəl üçün Julio Cabrera'da bunu etik bir prizmadan danışanda deyirdi ki, məsələn, mənə daha çox bu fikir mənim öz fikrimdir ki, orada etika məsələsi olanda deyirdi ki, biz doğumu seçmirik, doğulmağı, dünyaya gəlməyi seçmirik. Bundan əsaslandırırdı ki, bir insanın əzab çəkməsinə qərar veririk, dünyaya gətirərək. Məsələn, demokratiya anlayışında, demokratiya dediyimiz şey ümumilikdə nədir? Bir insanın pisi seçmə haqqı, yanlışı seçmə haqqı. Tutalım, demokratik ölkələrdə, məsələn, bizdə ən çox sadə bir nümunə versəm, TikTokla bağlı ən çox bu fikir səsləndirilir ki, TikTok qadağan edilsin. Amma TikTok insanların pisi seçmə haqqıdır. Yəni sən həm demokratiyadan danışıb, həm də onların pisi seçmə haqqını ala bilməzsən. Yəni sadəcə doğru olana məcbur diktə eləyə bilməzsən. Bu da bir növ demokratiya düşüncəsi ilə bir növ mən bəzətdirəm ki, ziddiyyət təşkil edir. Çünki sən uşağı dünyaya gətirirsən, onun orada dünyaya gəlməmək haqqını tapdalamış olursan. Avtomatik olaraq onun hüququnu əzmiş olursan. Hər nə qədər bənzətməm bəlkə də qüsurlu olsa da, amma mənə görə mən bu bənzətməni ağlımdan keçirtdim və deyir ki, hər iki kitabda da onsuz da əxlaq prizmasını etika məsələsi olaraq ölçür ki, antinatalistləri ümumilikdə egoistliklə belə deyim, günahlandırırlar. Deyirlər ki, onlar məsuliyyət almaq istəmirlər, bir uşaq dünyaya gətirmək istəmirlər. Egoistlər ki, antinatalistlər də onsuz da bunun əksini deyir. Yəni onlar da insanlara bunu deyir ki, siz egoistlik edirsiniz uşaq dünyaya gətirərək. O uşağı öz belə deyim, seçiminizə görə o uşaqları bir əzaba düçar edirsiniz. Məsələn, uşaq dünyaya gətirməyin ümumilikdə səbəblərindən danışsaq, şərq toplumlarında əsasən ki, mənim qarşılaşdığım və ən dəhşətli gələn fikirlərdən biri idi. Məsəl üçün, tanıdığım bir qız var idi. Onun 2 uşağı var idi və ikinci uşağı, daha doğrusu birinci uşaq xəstə idi, ikinci uşağı dünyaya gətirmişdi ki, biri ölsə, o birisi qalsın, mənə baxsın. Məsələn, şərq toplumlarında təbii ki, çox vaxt din məsələsi olduğu üçün, nə qədər uşaq Məhəmməd Peyğəmbərin belə deyim, hədisində mənim ümmətim çox nə qədər uşaq dünyaya gətirsələr, onlarla fəxr eləyəcəm deyir. Yəni, din səni onsuz da dini yaymaq üçün sövq eləyir uşaq doğmağa. Həm bu tərəfdən, həm də ki, şuursuz şəkildə bir də bu arada məsələn deyirlər ki, rızqını, payını Allah göndərər. Bu yanaşmada var. Yəni artıq dünyaya gəlibsə mütləq ki, Allah var, ona o payını yetirəcək. Tək sən doğ. Bir də dediyim kimi çox şuursuz şəkildə doğduqları üçün və şərq toplumlarında ki, bunun siyasi səbəbi də var. Şərq toplumunda dövlət güvəncəsi olmadığı üçün insanlar səhər məsələn mən qocaldım, əldən ayaqdan düşdüm, məni hansısa dövlət sahib çıxmayacaq, baxımımı eləməyəcək düşüncəsi ilə çoxlu uşaq dünyaya gətirirlər ki, onsuz da maddi rifah aşağıda tutan, doğru düzgün heç qidalana bilmir və yaxud da ki, xəstəliklərdən çoxsu ölür, acılıqdan ölür və yaxud baxımsızlıqdan ölür. Yəni bu uşağı məsələn 10 dənəsini dünyaya gətirim ki, biri qalsın, mən qocalanda mənə baxsın ki, tamamilə egoist bir düşüncədir.
və yaxud da özünün uğurlu davamını, məsəl üçün, bu da narsist valideynlərdə olur ki, özünün daha yaxşı modelini dünyaya gətirmək istəyirsən. Deyirsən ki, mən uşaq dünyaya gətirim, o məndən daha yaxşı olsun, bildiklərimi ona ötürüm. Bunun özü də bir egoist düşüncədir. Çünki bir müddət sonra o da əsasən bizim toplumlarda olur ki, uşağı fərd kimi böyütmürlər. Məsələn, istədikləri kimi uşaqların şəkillərini çəkib sosial hesablarında paylaşırlar. Bunun özü belə uşaqların bizim kimi cəmiyyətlərdə təbii ki, bu müzakirə belə edilmir, amma uşaqların hüquqlarının tapdalanmasıdır. Hansı ki, bir gün bəlkə bu mövzudan da danışaram. Çünki çox sıradan algılanır valideyn. Mən valideynəm. Mənim ixtiyarım var uşağımın hər an, hər yerdə, yemək yeyəndə, dərsə gedəndə, nə bilim, ağlayanda, güləndə videosunu çəkim, yüklüyüm. Tutalım. Bu uşağın hüququnu pozmaqdır. Amma narsist valideynlər uşaqların ayrı bir fərd olaraq algılamırlar deyə tutalım şəhər toplumunda yenə deyirəm çox yayğındır ki, kimlə evlənəcəyinə belə valideyn qərar verir. Deyirsən falan qızla evlən və yaxud da ki falan oğlanla evlən. Bunlar narsist valideyn tipləridir. Nəyə görə? Çünki falan qızla evlənsən, o mənə daha yaxşı baxacaq məsələn. Öz çıxarlarını güdürlər. Yəni övladının seçimindən çox öz övladım belə deyim, yanlış belə olsa o seçim haqqını əlindən almış olur. Çünki bizim kimi toplumlarda sistematik olaraq, yəni başda duran lider diktatordursa, toplumda da hər kəs uşağa qədər, az yaşlı uşağa qədər diktator, mini diktatorlar olur. Məktəbdə də müəllimlər diktatordur. Nə bilim, mağazinə baxırsan, orada diktatorluq var. Sosial şəbəkələrdə girirsən, iqtidara qarşı çıxış eləyən müxaliflər var. Məsəl üçün, çox zəiflikdir bu mənə görə. Xoşuna gəlməyən fikri blok eləyir və bunu azadlıq olaraq deyir ki, mən azadam, bu seçim mənə verilib. Halbuki sən aktivistsən, yəni aktivistin və yaxud da ki, mübarizə adamının belə bir şey eləməsi çox gülüncdür. Nəysə, bu da biraz başqa bir mövzuya yayındı. Və antinatalistlər, yəni əksinə, bunu deyirlər ki, sən uşağın dünyaya gətirməyin əslində egoistlikdir. Bizim gətirməməyimiz egoistlik deyil. Sizin elədiyiniz seçimlər hara fırlatsan, uşaq dünyaya gətirməyin kökündə bir egoizm var. Dediyim kimi, həm böyüsün, mənə baxsın və yaxud da ki, daha yaxşı modelini dünyaya gətirmək və yaxud da ki, o hissi yaşamaq və yaxud da ki, ən çox müşahidə elədiyim şeydir. Heç bir işə yaramayan insanlar əksərən çoxalır. Çünki insan olaraq kiməsə lazımlı bir insan deyil və özünü lazımlı hiss eləmək istəyir. Bir uşağı dünyaya gətirən nə olur? Valideyn olursan, ana olursan, artıq sən kiməsə lazımsan. Həyatda olmağın üçün bir səbəb tapmış olursan. Ki, özləri də bunu təbii ki, deyirlər. Analıq ona görə də müqəddəsləşdirilir. Çünki başqa heç bir tərəfdən, yəni faydalı deyilsən, lazımlı deyilsən insanlar. O sənin bir kimsə eləyir uşaq dünyaya gətirmək. Ki, bunun da kökündə təbii ki, egoizm dayanır. Ona görə antinatalistləri egoist adlandırmaq özü bir gülünc fikir gəlir mənə. Daha sonraki, deməli, 7-ci bölümdə dediyim kimi, o asimetriya hissəsi kitabın ən önəmli hissəsi idi. Bunu təkrar edeyim ki, biz mövcuduqsa, həyat və həzz var. Deməli, həyatın, bunu belə nümunə çəkərdim əslində. Bizim Sezen Aksu'nun bir mahnısında sözləri var idi, deyirdi ki, həyat dediyimiz 3-5 mutlu gündən ibarət. Yəni, toplamda 70 il həyat yaşayırıqsa, onun heç deyərdim ki, bir ayı aşağı yuxarı, təbii ki, mən burada tətilləri, istirahətləri saymıram. Ümumilikdə xoşbəxt olduğumuz anları toplasaq, heç bir həftə xoşbəxt anımız olmur. Məsələn, desək ki, bu yaşına qədər ən xoşbəxt olduğun an çox azdır. Yenə deyirəm, bunu mən müzakirə eləyən çox tətillər və s. sayılır, bu da deyil. Və bunun qarşılığında sən xəstəlik qorxun var, ölüm qorxun var, sevdiklərini itirmə qorxun var, həyatda necə qalacam, necə işləyəcəm, necə pul qazanacam, necə özümü təmin edəcəm qorxun var. Yəni, bir çox qayğılar yüklənmiş olur və deyir ki, buna dəyməz. Hesablayır, məsəl üçün, asimetriyasını. Deyir ki, məsələn deyirəm, bu bir həftəlik həzz üçün, zövq üçün, dünyadan zövq qarşılığında bu qədər ağır əzablara dəyməz. Bunun da qarşılığında hətta bir dənə nümunə verir. Deyir, 10 gün həyatı xoşbəxt yaşamaq şansı verilir və ondan sonraki 10 gündə bədbəxt hadisələr yaşayırsan. İnsanlar bunu əksər hallarda qəbul eləmirlər. Məsələn, mən fikirləşirəm ki, bu nümunəni də bir yaxınıma verəndə
O demişdi ki, tutalım 10 gün həzzin qarşılığında mən demişdim ki, sən pis şeylər yaşayırsan. Bunun içində ölüm var, valideyni itirmək məsələn var. Və yaxud da ki, özünü xəstəlik tapmağın var, qocalmağın var ki, bu da dram deyilir bunun özünə də. Gənclik itir, Sofoklunda bu kitabda deməli bir cümləsini vermişdi. O da deyirdi ki, gənclik itib gedir, bizi tərk edir o dəli dolu gənclik. Yəni bunların hamısı itirirsən, yaşlanma qorxusu, ölümə yaxınlaşma qorxusu. Buna dəyərmi? Çünki mənə demişdi ki, 10 günlük həzzin qarşılığında ölüm sevdiyini itirmə, ananı tutan itirirsən. Çox ağırdır. Yəni onlar bərabər deyil, şərtlər bərabər deyil. Halbuki yəni bu həyatın içindən bir nümunədir. Həyatımız onsuz da belədir. 10 gün bir həzz yaşayırıqsa, bunun qarşılığında sevdiklərimizi itiririk ki, sevdiyin adamı itirmə insanın mənə görə özünün ölməsindən belə daha ağrılı bir hissdir. Çünki çox vaxt məsəl üçün biz ölən adamın arxasınca deyirik ki, kaş mən ölərdim. Bunu mən özüm də düşünmüşəm məsəl üçün. Kaş mən ölərdim sənin yerinə. Amma o ağrını yaşayan bir insan anlayır ki, əslində sən fədakarcasına bir şey demirsən. Əslində sənin yaşadığın ağrı o qədər ağırdır ki, istəməzdin o adam onu yaşasın. Yaxşı, sən öl, bu ağrını yaşama, bu ağrını mən yaşayayım. Bu daha böyük fədakarlıqdır. Yəni bu ağrılar nəticə olaraq hamımız yaşayırıq. Övlad ağrısı var idi məsəl üçün True Detective-də. Və deməli bu True Detective ilə başladım. Burada da maraqlı bir detal var idi. Deməli, orada Rastın hansı ki antinatalist çıxışları var idi birinci bölümdə. Deyirdi ki, bizim edə biləcəyimiz ən yaxşı şey çoxalmağı dayandırmaqdır, insan irqini dayandırmaqdır. Distopiya məsəl üçün filmləri var. Bu janrda olan distopiya filmləri var. Dünyanın sonu, apokalipsisi, Children of Men var idi məsələn üçün 2007-dir səhv eləmirəmsə tarixi. Dünyanın sonudur, artıq insanlar, qadınlar doğmur. Belə bir belə distopik insanların artıq çoxalmamasını, yeni insan dünyaya gətirməməsini qorxulu bir fikir kimi algılayırlar onsuz da. Ki bu dinlərdə də var. Şeydə var idi, damızlıq qızın hekayəsində var idi, onun da videosunu çəkmişdim məsələn. Qadınlar artıq orada doğmurdular və s. Və bunu bir fəlakət kimi algılayırlar. Amma burada antinatalistlər bunu tam tərsini deyir. Yəni deyir ki, bizim dediyim kimi True Detective-dəki Rast bunu əksindir. Amma Rastda maraqlı bir dənə yadımdan çıxmamış deyim, məqam var idi. Rast əslində qızı olur, az yaşlı qızın ölümündən sonra bu fikrə gəlir. Yəni əslində öncədən antinatalist olsaydı, yəni uşaq doğuma daha doğrusu qarşı olsaydı, təbii ki, onun uşağı olmayacaqdı. Buradan belə çıxır ki, əslində insan ağrı çəkdikdən sonra, bu həyatın ağrısını, əzabını həqiqətən yaşadıktan sonra bu fikirlərə gəlir. Çünki o da düşünürdü ki, həyat çox əzab verici bir yerdir. Mənim qızım öldü və qurtuldu ki, Budizmdə də, digər dinlərdə məsəl üçün bu var. Ölürsənsə artıq bir Maya mədəniyyətində də var idi. Fountain filmində danışmışdım məsələn ki, ölmə yeni bir başlanğıc kimi algılayır. Təbii ki, mənim şəxsi düşüncəmə görə bu insanların bir beyninin illüziyasıdır ki, o ölümə dözə bilmək üçün belə bir fikirlər insan fikirləşib tapır, belə deyim, belə bir qənaətə gəlir. Və deməli, burada da əvvəldən qarşı olmayıb, o əzabı yaşamadığı müddətcə, yəni övladını itirmədən öncə antinatalist deyildi. Yəni ki, övladını itirmədən öncə o ağrını, o əzabı bilmirdi, dünyanın əzabını anlamırdı. Ona görə uşaq dünyaya gətirirdi. Amma uşaq öləndən sonra artıq onun düşüncəsi doğuma qarşı çıxır, antinatalist olur. Mən ümumilikdə bu mövzuya yanaşanda ki, bu özü çox maraqlı bir detal idi ki, bu adamın bu fikrinin formalaşması sonradan olub, öncədən olmayıb. Yəni, şəxsi həyatındakı təcrübəsi onun düşüncəsinə təsir eləyib, şəxsi düşüncəsinə təsir eləyibdir. Yəni, bu da mənə haradasa detal çox maraqlı gəlmişdi. Məsələn, biz sorğu eləyəndə, tutalım 10 nəfərdən bu sorğunu eləyiriksə, bu mövzu barədə, həyatda ağrı yaşamamış insanların, məsələn, övladını itirməmiş, valideynini itirməmiş, o ağrını yaşamayan insanın gəldiyi nəticə ilə o ağrını yaşamamış insanların nəticəsi mən belə düşünürəm ki, eyni olmayacaq onsuz da. Hansı ki,
O deyirdi 10 gün xoşbəxt yaşayırsan, ondan sonraki 10 gün bədbəxtliklər. Yəni bu seçimi biz verdiyimiz insanların belə deyim, cavabları eyni olmayacaq. Çünki o 10 gün bədbəxtlik deyəndə algılayacaq ki, işləri yolunda getmir və s. bu tip algılayacaq. Çünki mən bunu özüm də müşahidə elədim ki, ölüm deyəndə qarşılığında aman iti ölür məsələn. Buna dəyərmi? Deyir, yox, o qüsurludur, yəni 10 gün yaşayacağım deyə anamın ölməsi çox ağır deyən, bərabər deyil şərtlər. Halbuki, yəni dediyim kimi həyatın reallığı budur. Və bunu da hardasa antinatalistlərin belə deyim düşüncəsində əlbəttə ki, şəxsi həm yaşadıkları təcrübələr var, həm də ki, onların dünya görüşləri deməzdim, əslində dindar bir insanın məsəl üçün antinatalist olması imkansızdır demək olar ki, çünki onun ideologiyası, dinin ideologiyası, din sənə deyir ki, çoxal, dini yay. Sən bu şərtlərdə Allaha necə qarşı çıxa bilərsən ki, uşağı tutalım, hamilə qalmısan ki, dinlərdə də bu abort məsələsi də ümumilikdə var. Polşada məsəl üçün çox yaxın tarixdə 2022-də il səhv eləmirəmsə, qadınların abortuna qarşı çıxma və Amerikada da olur. Yəni dünyanın bir çox modern toplumlarında da olur. Şərq kültürünü ümumiyyətlə demirəm. Çünki uşaq aldırırsansa günah batacan analara, qadınlara bu his belə deyim aşılanıb ki, cinayət eləmiş olursan. Belə analıq da ümumilikdə müqəddəsləşdirilibdir. Və ümumiyyətlə dinlər doğuşun qarşısında əngəldir. Yəni icazə vermir, belə deyək. Antinatalistlərdə amma məsəl üçün tutalım, antinatalist biri, dindar birisi, əgər sənin dini bir görüşün varsa, inancın varsa, sən antinatalist ola bilməzsən. Burada da belə deyim, onsuz da din də Napoleon dediyi kimi ən güclü silahdır. Bir siyasi səbəbləri də var. Dinlərdən də əlavə tutalım, məsələn, nasist Almaniyasında üstün irq hesab olunurdu deyə Alman qadınları doğuşa təşviq edirdilər. İndi də məsəl üçün Avropa ölkələrində üstünlüklər verilir, yəni təşviq edirlər doğuşa, baxmayaraq ki, əksəriyyəti, yəni buna baxmayaraq child free deyən uşaq dünyaya gətirmirlər, həyatlarını yaşayırlar, yəni həyatında. Bunda belə bir məqamda var ki, məsəl üçün bir çox şərtlər yerində olduğu üçün həyatını yaşamaq istəyir. Gəzib əyləmə seçimi olan birisi tutalım. Deyir ki, mən onu yaşamaq istəyirəm. Mən niyə gənc yaşda uşaq saxlayayım? Amma kasıb çox vaxt bunu deyirlər ki, kasıbsansa niyə çoxalırsan? Elə kasıb olduğu üçün çoxalır. Birincisi bu kimi toplumlarda, bizim toplumlarda uşağa nə deyilir? Uşaq evin rəngidir. Artıq bozdur. Əyləncə mədəniyyəti yoxdur. Əyləncə mədəniyyəti özü də bir sosial rifahla əlaqəlidir. Əyləncə anlayışın yoxdursa, həyatdan zövq ala bilmirsənsə, o uşaq sənin üçün tamamilə egoizmdir, başını qatsın, səni əyləndirsin. Uşaq evin rəngidir. Belə yanaşma var. Çünki bu adamların onsuz da gedib bir dünyanın başqa bir yerinə səyahət eləmək, bir festivallara qatılmaq kimi seçimləri yoxdur. Bu səyahətlərini ancaq maksimum uşaq rəngləndirə bilər. Belə baxış tərzi də var. Yəni bu sosial rifahla da əlaqəsi var. Və yaxud da ki, dövlətlər, totalitar dövlətlər, dediyim kimi demokratiyada məsəl üçün səni təşviq eləyir, səni məcbur eləmir, amma təşviq eləyir tutalım. Yaxşı şərtlər verir, uşaq pul verir, nə bilim, və s. verir, dayə verir. Amma məsələn, totalitar rejimlərdə də buna maraqlıdır təbii ki. Onlar üçün də doğum demək, insan nüfusu demək, təbii ki, militarist gücüdür, əskərdir. Oğlan uşaqlarının məsəl üçün üstünlük görməsinin səbəbi də budur ki, uşaq dünyaya gətirsənsə, qəhrəman ana var idi Sovet Rusiyasında, deyəsən o Nazi Almaniyasında da olubdu. Çox uşaq dünyaya gətirən qadınlara qəhrəman ana deyilirdi ki, bunu da damızlıq qızın hekayəsində danışmışdım. Və bu da yəni bir növ təşviqdir. Çünki sən əskər, nüfus lazımdır. Dövlətə nə lazımdır? Ərdoğanın dediyi ən az 3 çocuq, nüfus lazımdır. Yəni dövlətə də, dinə də maraqlıdır ki, insan nəsli çoxalsın. Amma təkamülümüzdə də hətta bu biz instinktiv olaraq var ki, biz artıq instinktiv olaraq təbii ki, hərəkət eləmirik, düşünürük, nələrsə qərar veririk. Amma dediyim kimi, bütün bu həm dinin, həm dövlətin, analığın özünün romantikləşdirilməsi, müqəddəsləşdirilməsi, bunların hamısı ümumilikdə təbii ki, dövlətin işinə yaradığı üçün, yəni bizim öz seçimlərimiz olmur. Əslində oturub sorulasaq ki, biz uşaq istəyirikmi dünyaya gətirmək? Məncə kütlənin 90% heç bu haqda düşünmür. Sadəcə olaraq evlən,
valideynlər tutam diktə eləyir. Çoxal. Uşaq dünyaya gətir. Hamı eləyir, mən də eləyim. Bir növ həm sürü psixologiyasıdır, həm də kütləvi şəkildə, şuursuz şəkildə, yəni onsuz da bu olur. Başqa nə edəcək ki, evləndiksə uşaq dünyaya gətirək ki, Türkiyədə də bugün dünənlərim gördüm, çox qorxunc bir başlıq oxudum ki, demişdi ki, uşaqsız ailə olmur. Yəni bir kişi qadın birlikdədirsə o ailə hesab edilmir. Ailə olması üçün uşaq şərtdir. Çox qorxunc bir düşüncədir. Təbii ki, avtoritar rejimlərdə bu tip çıxışlar edilir və insanlar da ailə ola bilmək üçün, yəni bir qrupa aid olmaq üçün bu tip şeylərə, propagandalara təbii ki, biz bilmirik, biz hiss eləmirik, elə bilirik ki, öz seçimlərimizdir. Amma dediyim kimi, niyə uşaq gətirmək istəyirəm haqqında belə oturub düşünmürük. Və yaxud da ki, antinatalizm haqqında mən search verəndə çox az məlumat çıxdı. Ümumiyyətlə bu anlayış haqqında danışılmır, müzakirə edilmir antinatalizm. Deməli, kitaba qayıtsaq, 7-ci bölümdə, daha doğrusu 6-cı, 7-ci bölümdə burada bir çıxış var. Hansı Sofokl ilk başlarda yazmışdı, o ayrıntını dedim ki, ən yaxşısı heç dünyaya gəlməmək olardı. Amma əgər gəlmişiksə, işığı görmüşüksə, ən qısa zamanda bundan qurtulmaq. Bilmirəm, mən burada intiharı anladım, amma antinatalizm özü intihara qarşıdır. David Bertnar'ın kitabında, yəni 6-cı fəsildə bu mövzuya toxunur və intihara qarşıdır. İntihara qarşı olmasının da səbəbi intiharın əzab verici, ağrı verici olmasıdır. Yəni antinatalizm dünyaya gəlməyə niyə qarşıdır? İnsanın dünyaya gəlməsinə, dünyanın əzab verici olduğu üçün. Yəni sən intihar eləsən də bu əzab var. O səbəbdən intihara da qarşıdır. Ümumilikdə deyir ki, ən yaxşısı doğulmamaqdır. Və 7-ci fəsildə də bütün kitabın ümumiləşdirir fikirləri. Dediyim kimi, yumşaq antinatalistlər var. O 1996-cı ildə yazılmış Cabrera'nın kitabında, Julio Cabrera'nın. Hansı ki, yəni dediyim kimi, orada baxmaq istədim ki, fərqləri nədir? Yəni, hansı şərtlərdə tutalım, dediyim ki, child free ilə fərqlər var ki, mənim imkanım yaxşı deyil, tutalım, aya 10.000 qazansam, ancaq bu şərtdə uşaq dünyaya gətirəm və yaxud da ki, dünyada müharibə var, müharibələr bitsə, mən uşaq dünyaya gətirərəm, bu şəxsi seçimdir. Yəni, bənzərlikləri biri ideologiyadır, biri fəlsəfədir, daha doğrusu fəlsəfəsi var, biri şəxsi seçimdir. Yəni, biri deyir ki, mən dünyaya gətirmirəm, bu mənim şəxsi seçimimdir, daha demokratik, belə matı səslənir. Digəri isə ümumilikdə toplu şəkildə insanların uşaq dünyaya gətirməməli olduğunu deyir. Yəni, deyir ki, siz bir uşaq dünyaya gətirərək onu əzaba məhkum eləyirsiniz. İlk başda da, ilk fəsildə də ona görə həyatın gözəl olmadığını, əzablarla dolu olduğunu buna görə izah eləyirdi ki, yəni sonradan deməyin ki, həyat burada da çox özü ilə, elə bil ki, özü ilə sual-cavab eləmiş kimi olur yazar. Yəni demir ki, həyat bütün, nə bilim, çətinliklərə baxmayaraq gözəldir filan kimi şablon fikirləri. Onsuz da ignor edir. Deyir, belə bir şey yoxdur. Sizin beyniniz sizə bu illüzyonu oynadır. Və yəni nəticə olaraq biri deyir ki, şərti olaraq dünyada müharibələr dayansa tamamilə utopik bir fikirdir. O şərtlərdə ideal olsa hər şey, uşaq dünyaya gətirmək. Bertnar isə tamamilə radikal bir şəkildə qarşıdır doğuma. Ümumilikdə dediyim kimi Budizmdən də və yaxud da ki, sofistlərdən də təsirlənibdir. Yəni antik zamanlardan bu fikirlər var, antinatalist fikirlər var. Sadəcə olaraq buna bir fəlsəfə olaraq ad verilməmişdi, belə deyək. Bunun da əslində deyərdim ki, daha çox təkan verici olubdu o filozoflar antinatalizmin doğuşuna. Çünki ilk olaraq, dinlərdən fərqli olaraq dediyim kimi, dinlərdə həyat bir hədiyyədir, Tanrının hədiyyəsidir bizə verdiyi. Fəlsəfələrdə isə, Sofokl kimi, bunlarda isə daha çox həyatı birinci olaraq əzablı olduğunu, Budizmdə də həyatı əzab olaraq görür, hədiyyə olaraq görmür. Yəni bu əzab olaraq gördüyü üçün də antinatalizmdə əzab çəkməyə qarşı olduğu üçün də doğuma qarşı çıxır. Bir növ təkan verici olubdu Budizm fəlsəfəsi, ən qədim fəlsəfədir. Din demək istəmirəm, çünki bir peyğəmbəri və yaxud da ki, tanrısı yoxdur. Yəni, ümumilikdə antinatalizm mənə çox zövq verdi bu kitab oxumaq. Sadə dildə də yazılmışdı.
Başqa True Detective filmindəki o adamın fikirləri, dediyim kimi ilk dəfə orada tanış olmuşdum. O seriala da baxa bilərsiniz. Amma ümumilikdə araşdırsaz özünüzə görəcəksiniz ki, bu fikir təbii ki, həm dövlətlərin, həm dinlərin ziddinə olduğu üçün bu fikir çox nadirən səslənir. Maksimum ən yaxşı halda belə deyim, işinə gəlmədiyi üçün hətta ən yaxşı halda child free olursan. Yəni mənim imkanım yoxdur, uşaq dünyaya gətirmirəm və yaxud da ki, həyatı yaşamaq istəyirəm, uşaq dünyaya gətirmirəm. Amma antinatalistlər ümumilikdə dünyanı bu bəladan qurtarmaq üçün ortaq hamımızın bu qərarı verib öz irqimizə son verməyimizi, yəni çoxalmamamızı iddia eləyirdi. Ki mən bu kitabı oxuyana qədər düşünürdüm ki, mən də deməli yumşaq belə deyim antinatalistəm, şərti antinatalist. Bu arada bunu da deyim, Azərbaycanda bu uşaq mövzusu açılanda insanlar fikir bildirəcəm deyə çox diktator belə deyim fikirləri irəli sürürlər, çox diktə eləyirlər. Məsəl üçün çox yayğın bir fikir var ki, mənə gülməli gəlir. Azərbaycanda bu mövzunu belə deyim, sorğulasaq, bir küçə reportajı aparsaq, 99% deyəcək ki, kasıb ailələr uşaq dünyaya gətirməsin. İmkanı yoxdursa niyə dünyaya gətirsin? Onda belə çıxır ki, varlılar çoxalsın, onlar ancaq uşaq dünyaya gətirə bilər. Bunun özü bir qorxunc fikirdir ki, sən bir insanı diktə eləyirsən ki, sən kasıbsan, sənin pulun yoxdur, çoxalma. Bu onsuz da süni intellektin, robotlaşmanın olduğu dönəmdə də, onsuz da bu mövzularda genetik mühəndislik və s. müzakirə olunur. Yəni bu çox qorxunc bir ideologiyadır. Gülünc hətta deyərdim, qorxunc yox. Və yaxud da ki, təhsilli adamlar ancaq dünyaya gəlsin. Çox gülüncdür həqiqətən bu fikirlər. Amma antinatalizmin belə şərtlənməsi yoxdur. Yəni sadəcə varlılar doğsun, imkanın varsa uşaq doğ kimi bir fikir yoxdur. Ümumilikdə fikrimi yekunlaşdırsam deyir ki, həyat əzab vericidir. Əzab verici olmasını da heç bir şəkildə, yəni demir ki, sən bu əzabdan qurtulmanın yolu var. Dünyada sülh olsa qurtulasan, bunu belə qəbul eləmir. Yəni deyir ki, dünyada sülh olsa belə yenə qaçılmazdı. Heç bir halda əzabdan qurtulmaq olmaz. Bu şəkildə də qəti surətdə, radikal şəkildə doğuma qarşıdır.